Mən də elə mən sizə bir söz deyim, Gürcüstanlıların toyu kimi. Mən bir dəfə Şahin Mətanət Alverdiyeva yoxdur. Aha, Mən ona necə ürəyim ağrıdı. Deməli biz getdik toya. 2 dənə çıxışı var idi Nazən xanımın da. aha. Çıxış elədik, sonra biz qonaq kimi elə bir yaxın adamlar idi. Oturmuşduq da. Biz durduq, yorğunuq, bizim işimiz bitib gedirik. Dedik, ay Mətanət getmirsən? Dedi, yox. Hələ hara toy bitənə qədər mən buradayım. O kablukda tükənir də insanın, məsələn, nə qədər danışasan, neçə saat sən burada təqdimat eləyəsən. O qadın qaldı saat 2-yə qədər orada da. Gecə 2-yə qədər toy bu ilə kablukla aparmaq. Mən dəhşətlər Çox eşidirdin. çətindir, valla çox çətindir. Qıraqdan bəxtəvərlik oxuyurlar. Hətta məsələn Yox, onu deyirəm ki, bax biz çıxdıq, düz gecə 2-yə qədər toy apardı da Mətanət aparıcı kimi. O kablukda, o yorğunluqda. bəli. Cəmilə, bir də yaş var. Cəmilə uşaq deyil, Cəmilə də orada qaldı 2-yə qədər. Sifarişimsən, o burada olmalısan. Mən bilirsən nəyə deyirəm, Şahin. Məsələn, mənim mamam gildə 600 neçə manat mənim mamam pensiya alır. Qardaşım da nə hardasa 800-900-ə yaxın maaş alır. Bu ailə büdcəsi birləşəndə bir opsiya 1500 manat pul eləyir. Məsələn 500-ün bazarlığa veriləndə indi biz bazvaliyyət eləyirik də belə təkik. Amma ailə olan evdə orada büdcə ayrılır məsəl üçün də, düzdürmü? Hər şeyə ekonomla, məsələn yağını, zadını bizim kimi deyirlər də. Məsələn mənim mamam bazara gedəndə 3 dəfə qiyməti öldürməmiş büdcə aya birə-bir gəlib çatır. Amma təbii ki, bir insan oturub deyir, mən maşın da istəyirəm, ev də istəyirəm. Sən birinci yaşına bax. Məsələn, sənin yaşın 25-dirsə, bəli. Bax, mənim bacımın oğlu, tanışdıracağım səni, Tolik tanıyır. Mən Türkiyədə ona Tolika Sminsat göndərmişdim. Aha. İnanırsan ki, Şahin, bax, Quranımızın adına and olsun, özümküdür deyən tərifləmirəm ha. Hələ bu günə qədər nə mən, nə bacım, nə atası bir qəpik ona pul verməyib. Deməli, özü məktəbi bitirib. İnstituta verib. Maşallah, maşallah. İnstitutda öz ağlı ilə girdi, sadəcə sevdiyi qızla eyni instituta düşmədiyinə görə imtina elədi. Dedi, gedirəm əskərliyə. Əskərliyinə getdi. Özdə xarakteristikasında da snayperçi. Maşallah. Oradan da qayıtdı. Həmin o sevdiyi qızla da evləndi. Ev də aldı, maşın da aldı, şirkət də qurdu özünə. Maşallah. Və 1 manat ana tövbə bu orucda qaldı. İndi də o gün baxıram WhatsApp durumlarına da, görürəm yoldaşını da götürüb gediblər Yegiptə. Hə, buyur. Deyir ki, mən deyir ki, mən niyə görə? Deyir, mən oturub öz xəyallarımı gerçəkləşdirmək üçün mən cibimə baxırdım ki, xəyallarımdan üstündür də. Xəyallarım üstündür cibimdən. Mən deyir, gəncliyimi yaşamıram, istəmirəm gedim oynayım kafelərdə, nə bilim, orada, burada. Mən deyir, iş. O da necə olmuşdu? Onun bir, deməli, əvvəl işləyirdi. Bu, bilirsən nə şirkətində? Məsələn, sən gəlirsən, sifariş edirsən, mən Volt kimi proqram yaratmaq istəyirəm. Bəli. Bildin? Bunlar yaradırlar onu sənə pula, satırlar. Bildin nətər proqram? Məsələn, Instagramla necə olur proqram? Belə şeylər. O orada işçi idi. Sonra həmin müdür dedi ki, bəs mən buranı devr eləyəcəm, mən gedirəm də, xaricə köçürəm. Aha. Mənim də bacım oğlu axı burada işləyir. Oca Bəli. bilir də bu sistemi. Röya xanım demişkən, deyirdim oğluma ki, restoran müdürü olmaq istəyirsənsə, birinci səni ofisant düzəltməliyəm ora. Ki, biləsən. Bu belə. Mənim də bacım oğlu getdi, kredi çəkdi bankdan. O şirkəti devir özünə aldı. İndi də nə borcu var, nə hərci, ağıl işlətdi. Bax, proqramist, ay sağ ol. Ağılın indi bir qəpi mən hələ bugünə qədər eşitməmişəm ki, məsələn, Süleyman, mən gəlib mənim yanımda da qaldı, öz pulun xərcləyib. Sən nə idi məsələn? Biz öz sektorumuzdan danışırıq da. Məsəl üçün Təranə Qumral çıxdı canlı efirdə. Hətta Zaur Kamal ona dedi ki, bəs pul ver. Dedi, vermirəm. Düzdür. Həqiqətən elə olmalıdır da. Axı bayaq da vurğuladın, sən də hər iki bizim dostumuzun adını çəkdin də, Nazənin xanım Mətanətin adını çəkdin. Bizə necə o pulu zülmlə qazanırlar. Qıraqdan da görsənir, ay balam, yenə deyirəm, hərənin öz problemi özünədir dostlar. Yəni burada sırf show biznesdir deyə düşünməyin ki, bayaq da vurğuladım da, o ağacı silkəlirlər müğənnilər. Başlarına pul düşür, yox. Elə o Kəmalə... Amma Şahin, insanları bilirsən niyə qınamayaq? Çünki bəzi müğənnilər, amma onlar azdılar əslində.
az təşkilli edirlər. Bunu da bəzi müğənnilər insanlarda o beyinləri formalaşdırdı. 3 gün oxudular, gedib kirada, villada qaldılar. Göstəriş elədi, cəmaət də deyir ki, 3 gün bunlar villa alırlarsa, bildiyin nədə? O Anlayıram. fake həyatı göstərdilər deyən insanları da mən qınamıram. Amma əslində elə deyil. Örtə Şahin, mən də indi yalandan burada desəm belə, Şahin deyəcək ki, ay bacı, elə deyil axı. Elə toy var ki, elə bir şeylə hamı gedir 40 min, 15 min. Ay balam, siz onların elə kaxırın çəkin. Deyirəm də, patoloku neçəyə gəlmişdi ki? 1500-2000 dollara gəlmişdi də mətanət bütün toy aparmağa. Bu boydan kabluqda. Bu gəlir deyir ki, filənkəsi çağıracaqsan təqdimə. O ora getmək üçün, onun adı unutmaq üçün buradan bu bursuz zakazı verir. Bilirsiniz nələr yaşayırlar onlar. Sən indi bir də söz deyim də, yəni ən çox Rəqsanə xanımın işlərində olursan da, demək olar başqa müğənnilərlə şou proqrama getmirsən. Amma mən gündəlik şou proqramının içindəyəm. Hələ sən şou proqramına vəbşi dəyişər. Yəni inan Süleyman, sən qiymətləri desəm şoka düşərsən ki, hansı məbləğə gəlib oxuyanlar var, neynəsin? 50 manata, 30 manata, 80 manata baxırsan ki, həqiqətən də yəni ortabab tanınan ifaçıdır da, gəlib oxuyur 70 manata, neynəsin? Amma qıraqdan sən demiş, gedir fake həyatını göstərir. Ay sağ ol. Cəmaət də bəxtəvərlik oxuyur, amma o da bilmir ki, 70 manatı 70 yerə necə bölsün. Düzdür. Kənardan başqa cür görsənir. Yəni mən yenə deyirəm, burada indi yazırlar, mən oxuyuram da, yəni onlara cavab olaraq vurğuladım ki, yəni qıraqdan Suli demiş, o fake həyatla real həyat başqa-başqa şeydir dostlar. TikTokda gördüyünüzlə real həyat tamam başqadır. Aa, %100, конечно. Bilirsən, bir də Nətər olur, bax öz aramızdır da. Aygün Kazımova ölkənin civasıdır da, düzdürmü? O son bax bu 2 ildir hələ özünə ev tikdirir. Bax buradan götürün də. Bax buradan biz götürün ki 89-dandır, 86-dandır da Aygün Bakı payız yox 89. 88. 88. 88-dən deyək ki gəldi 90-larda, 92-lərdə partladı, tanındı. 95 deyək. 95-dən 2025-də qədər görün illər var. Aygün Kazımova indi hələ özünə ev tikdirir. Bəli. Röya xanım 2000 neçədən idi daha ötürüyor. Gəl. 2022-də tikdirdi özünə. Orada da bir 15 ilində. Nə oldu bugün çıxıb çıqa oxuyanlar mı gəldi? Bir dəqiqənin içində milyonluq villa aldı. Qeyri realdır bu. Prosta insan, ay 88 düzdür. Aygün xanım özü efirdə dedi. Dedi, hələ indi mən özümə ev tikdirirəm. Bəli. Çünki düz olub da danı. Yoxsa indi bugünlərin müğənniliyə gələnlərin çoxu bahalı göstərmək üçün niyə elə blogerlər? Hələ müğənnilərin üstünə qoymuyor. Blogerlərin bəziləri var ki, villaları kira. O gəlir qutular. Açılır. Ondan sonra pakovkalanır, abradını qayıdır mağazaya. Amaç reklama. Çünki pul alır. Bəli. Hə, bəziləri var. Məsələn, Arifənin öz evidir. Çünki onun yoldaşının da biznesi var. Məsələn, Aynur Babaxandı, təbii ki, onun öz biznesi var. Heç onun villası yoxdur belə baxanda. Heç Arifənin qaldığı evdə mərkəzdə deyil ki, səhv etməsə Xırdalanda. Xırdalanda, bəli. Bəli. Yox, indi nəyi demək istəyirəm? Yenə o indi tikdirir, bax, amma o normaldır. Onun yoldaşı işləyir, tırları var, biznesi var, təbii olma. Amma 99% elə deyil. Ona görə bu günlərin fikir verirsən, Ayşahin, kim nəyin təbliğatın bahalı göstərdirsə, insanlar o olmaq istəyir. İndi elə bilsən ki, bloger olmaq istəyən azdır. Mənim bibimin nəvəsi mənə o günlərdə deyir ki, mən Bakıda olanda, deyir ki, mən bəlkə mən də blogerlik eləyim, nəsə çəkib deyirəm, sən elə bilsən ki, mən belə kənarda gördüm, hamısı bunlar mənim deyil. Sabah çamadandır, yığıldı, köçən məlahət. Təzən elə bilsən ki, bu bizim özümüzdündür. Elə bilsən o göstərəndə hamısı onların özlərindir. Bəziləri fake'dir. Ona görə insanları da qınamıram. İnsanlar deyir, görsən bunlara bu qədər şeylər gəlir. Ay balam, tanalinisə məndə də evdə var 20 dənə. Amma onu mən 3 aydan sonra 15'ini tullayıram. Niyə? Çünki çürüyür də bu. Bəli. Bu qalmır. Ona görə. Yəni fake şeylərə çox aldanmayın. Normal həyatı, Gürcüstanı niyə görə mən çox sevirəm? Burada heç kim özlənti, kiməsə bəhəs, həyatı yoxdur. Burada mən bir dənə burada adı yadından çıxıb da onu mən tanış eləmişdim, klubda tanış olmuşdum, klubunda. Xingal evində. O məni gətirib evə düşürdəndə
Dedi ki, mən də orada yaxın bu filan streetdə qalıram. O filan streetin binasını görsən deyərsən ki, ilahi, burada çox tanınan da, ha. Aha. Çox tanınan o müğənnidir. Baxdım ki, ay Allah, bu insan bu binada qalır. Çünki deyir, bizdə nədirsə qazancım nədirsə, mən həyatımı da elə göstərirəm. Çox fake yoxdur burada. Ona görə mutludular, huzurludular. Biz fake'i sevirik. Dato, ay sağ ol. Belə villa. İndi bizimki olsaydı, Mərdəkan, Şüvəllan, nə bilim, Teymur Əliyev hər yerdə villalarını göstərir. Ay balam, elə şey yoxdur axı. Ona görə də, yəni var, köhnə müğənnilər var ki, da zamanında qastrollardan, nə bilim, toylardan qazanıblar, Şahin bilir də. Evet. Xımır, mənim Şabi Ələsgərli, yeməyib qazanıb, Mənzurə Musayeva, yeməyib gələcəyini qurub, düz eləyib. Amma 3 gün çıxıb, bu günlərim elə bir həyata sahib olmaq bu yalandır.